Salam, bugün sizlərlə çevrə və dairənin birinci bölməsinə baxacağıq. Bunun üçün bir neçə qaydanı təkrarlayaq. Ümumiyyətlə, çevrə nəyə deyilir? Bir nöqtədən bərabər məsafədə yerləşən nöqtələr çoxluğundan ibarət fiqura çevrə deyilir. Yəni, birinci mərkəzi qoymalısınız, sonra çevrəni çəkməlisiniz. Çevrənin mərkəzi olur, radiusu olur, vətər olur. Vətər mərkəzdən keçirsə ona diametr deyilir. Yəni, mərkəzdən keçən istənilən bir şey xəttə diametr deyilir. Və uşaqlar, diametr çevrə axı 360 dərəcədir. Ona görə 180-180 bölür. Ən birinci bunu bilməlisiniz. Diametr çevrəni 180-180 bölür. Burada da 180-180. Birinci qayda budur. İkinci növbədə diametrin uzunluğu nədir? 2 dənə radius. Şəkildən görünür. 2 dənə r. Yəni 2 dənə radius. Bəs çevrənin uzunluğu. Uşaqlar, bunları ardıcıl solda yazın ki, əzbərləyin. Baxın, diametr, çevrənin ümumiyyətlə bilməli olduğunuz düsturları budur. Diametr bərabərdir 2 dənə radius. Uzunluq, çevrənin uzunluğu bərabərdir 2 pi r. Yəni, baxın, bunu açsaq, 2 pi r uzunluğunda eləyir. Bildiniz, bu halqanı götürüb belə uzatsam, uzunluğu neçə eləyir? 2 pi r. Bəs dairənin sahəsi nədir? Yəni, bunun sahəsini tapsam nədir? Bu ikini burada yox, artıq üstündə yazıram. Pi vur radiusun kvadratı, yəni pi r kvadratı. Bildinizmi? Diametr 2r'dir, uzunluq 2 pi-r'dir, sahə pi-r'in kvadratıdır. Bəs qövs nəyə deyilir uşaqlar? Qövs çevrənin hər hansı bir hissəsidir. Yəni, baxın, mərkəzi bucağın ayırdığı çevrənin hissəsinə qövs deyilir. Amma hansı bucaq? Mərkəzi bucaq. Bax, bunu dedim ha, sizə daxili bucaq verib çaşdırır. Siz mərkəzi bucaqın ayırdığı hissəyə qövs deyə bilərsiniz. Və bu qövsün uzunluq düsturunu hazırda deyirəm. Baxın, 8-ci düsturu keçirəm. Qövsün uzunluq düsturu pi r alfa, pi vur radius vur alfa böl 180 dərəcə. Yəni, bildiniz necə? Pi çox vaxt yerində qalır. Radiusu şərtdə sizə verir. Alfa mərkəzi bucaqdır. Bax, bu mərkəzi bucaqdır. Böl 180 dərəcə. Bəs bu qövsün, yəni sektorun sahəsi, bu pizza diliminin sahəsini deyəndə, buna artıq sektor deyirik. Bu sektorun sahəsi nədir? Sadəcə radiusu kvadrata qaldıracaq. Pi r kvadrat alfa böl 360 dərəcə. Yadda qaldı mı? Qövsün uzunluğu, qövsün və ya sektorun sahəsi. Amma uşaqlar, sizdən 2 dənə sektorun, baxın, 2 dənə sektor verər. Bunların sahələri nisbətini istəyər və ya qövslərin uzunluqları nisbəti istəyər. Baxın, S1 böl S2 və ya L1 böl L2 istəyər. Nisbət istəyəndə heç nə eləmirsiniz uşaqlar. Sadəcə bu daxili bucaq var, daha doğrusu mərkəzi. Sadəcə mərkəzi bucaqları bir-birinə böləcəksiniz. Yaxşımı? Sektorların nisbəti, uzunluqların nisbətini istəyəndə sadəcə bucaqları bir-birinə bölməyiniz kifayətdir. Bax, bu qaydadır. Sadəcə bucaqları bölməyiniz kifayətdir. İndi 7-ci qayda. Ümumiyyətlə, çevrədə vətərlər, əgər vətərlər paralel gedirsə, yəni baxın, paralel getmək nə deməkdir? Biri yolun o tərəfindən gedir, biri bu tərəfindən. Yəni, kəsişmir də və ya enləşmir də, eyni gedir, paralel gedir. Paralel gedirsə, sizcə buradan 20 dərəcəli qövs ayırıbsa, buradan da 20 dərəcəli qövs ayırmayacaq. Anladınız mı? Paralel, vətərlərin arasındakı qövslər bərabərdir. İkinci növbədə, məsələn, vətərin biri, həmişə mərkəzi nöqtə qoyulmalıdır uşaqlar. Vətərin biri 7 sm-dir, ayırdığı qövs 30 dərəcədir. Bəs deyir, o biri 7 sm-lik vətərin ayırdığı qövsü tap. Siz bilin ki, eyni uzunluqlu vətərlər eyni dərəcəli qövslər ayırır. Uşaqlar, 7 sm-lik bir çubuq 30 dərəcəli bir hissə ayırırsa, bu biri 7 sm-lik çubuqda 30 dərəcəli bir hissə ayıracaq da. Bu da bu. Bu qaydanı da dedim. İndi minor qövs nədir? Major qövs nədir? Uşaqlar, qövs demişdik, axı, mərkəzi bucağın ayırdığı çevrənin hissəsidir. Məsələn, bu bucaq 70 dərəcədirsə, bu qövs 70 dərəcəli qövsdür. Amma bu biri qövs, qırmızı ilə göstərirəm. 360-dan 70-i çıxın, 290 dərəcəli qövsdür. Uşaqlar, balaca qövsə deyəsiniz minor qövs. Böyük qövsə deyəsiniz major qövs. Bildinizmi? Sadəcə belə. Yəni, 180 dərəcədən kiçikdirsə minordur, 180 dərəcədən böyük qövsdürsə major qövsdür. Segment sizə düşmür, amma segment bilin ki, vətərin ayırdığı
dairənin hissəsinə seqment deyilir. Amma 11-ci düstur düşmür, hətta düşmə ehtimalı çox böyük sualdır. Uşaqlar, eyni mərkəzli çevrələrə konsentrik çevrələr deyilir. Bildinizmi? Mərkəzi eyni olan çevrələr. Və bu çevrələrin arasında qalan hissəyə halqa deyilir. Bu halqanın qalınlığını tapa bilərəm. Bir də bu halqanın sahəsini tapa bilərəm. Halqanın qalınlığı bilirsiniz nədir? Böyük radiusdan bu balaca radiusu çıxıram. Qalır, baxın, bu ortada qalan hissə. Yazıram. Böyük radius, çıx balaca radius. Çıxanda qalır, ortada halqa qalır. Onun qalınlığını tapa bilirəm də. Məsələn, uşaqlar, böyük radius 10 sm-dir, balaca radius 3. Ondan 3 çıxıram, qalınlıq neçə qalır? 7. Yəni, bu ortada qalan hissə 7 sm-lik hissəymiş. Bəs o halqanın sahəsini necə taparam? Heç nə, uşaqlar. Böyük dairənin sahəsindən balaca dairənin sahəsini çıxaram. Böyük pi kvadratından balaca pi kvadratını çıxaram. Buradan pi-ni ortaq vuruq çıxara da bilərsiniz, çıxarmaya da bilərsiniz. Yəni, bu sizin hesab qabiliyyətinizdən asılıdır. Sonra 12-13 uşaqlar, 13 dənə cəmi düstur keçirəm. Sonra suallara baxırıq. 12-ci ən çox düşən suallardandır. Mərkəzdən vətərə endirilmiş perpendikulyar bu vətəri həmişə yarı bölür. Belə də çəkilə bilər. Mərkəzdən vətərə endirilmiş perpendikulyar vətəri nə edir? Yarı bölür. Radius həmişə necə göstərilir? Maili. Radius həmişə maili göstərilir. Nəyə görə? Çünki burada düz bucaq yaransın və siz tapasınız. Bildiniz də, burada vətər yarı bölünür. Bu məsafədir. Bu da radiusdur. Radius maili göstərilir. Mütləq bilməlisiniz. Baxın, 12-də göstərəm. Maili şəkildə radius göstərməlisiniz. Bəs toxunanla kəsənin yüngül varideyn, bunu o biri əsas şeydə vurğulayacağam. Çevrəyə bir nöqtədə toxunan xətt toxunandır. Çevrəni 2 nöqtədə kəsən xətt, baxın, bu 2 nöqtədə kəsirsə, bunun adı kəsəndir. Keçək suallara baxaq. Aha, birinci sual. Deyir ki, diametr. Uşaqlar, diametr sözünü görən kimi? Diametr 180 bölür də axı. Diametrə söykənən bu bucaq var, sağ tərəfdə çəkirəm uşaqlar. Bu bucaq 90 dərəcədir. Diametrə söykənən daxilə çəkilmiş bucaq neçə dərəcədir? 90 dərəcə. Yəni bu ASB bucağı. Böyüdüm, elə bunun üstünə çəkəcəm. Deyir B bucağı 62 dərəcədir. Baxın, görün, bu B bucağı 62 dərəcədir. Sizsə mərkəzdən çıxan xəttlər radius deyil. Onda bu da radiusdur, bu da radiusdursa bir-birinə bərabərdir. Yəni, bura 62-dirsə, bura da 62-dir. Və biz də dedik ki, diametrin söykəndiyi bucaq 90 dərəcədir. Sizsə 90-ın aşağı tərəfi 62-dirsə, yuxarı tərəfində bizdən istəyirsə, baxın, ACO, bu bucağı bizdən istəyir, ACO bucağını. Baxın, 2 yerə bölünüb. Biz tapdıq ki, bura 62-dir. 90-dan 62-ni çıxacam. Qalacaq 28. Yəni, bu hissəni tapıram ki, 28 dərəcəymiş. Bizdən də oranı istəyir. D variantı. Sonra, bu diametrə söykənən bucağın 90 dərəcə olduğunu bilməliydiniz. O qaydadır. Üçüncü qayda, konsentrik çevrələr. Konsentrik çevrə radiusları budur, qalınlığı. Qalınlıq nə idi? Böyük yer çıxılsın, balaca yer. Baxın, yazıram. Qalınlıq bərabərdir. Böyük yer çıxılsın, balaca yer deyir 6-dır. Böyüyün radiusu deyir 8K-dır. Kiçiyin radiusu deyir 5K-dır. Fərqi 6-dır. 3K 6-dırsa, K-nın biri neçəymiş? 2-ymiş. Kiçik çevrənin radiusunu istəyir. Təbii ki, kiçik bunlardan hansıdır? 5K. 5 vur 2, 10. Yəni, kiçik çevrənin radiusu neçəymiş? 10. Sonra baxaq 7-ci suala. Çevrə xaricində 2 nöqtədən bir dənə çevrə çəkirik. Çevrə çəkəndə mərkəzi nöqtəsini qoyursunuz. Deyir, xaricindəki nöqtədən çevrə üzərindəki ən uzaq nöqtəyə. Çevrənin üzərindəki nöqtələr uşaqlar budur. Çevrə nöqtələrdən ibarət fiqurdur. Buradan çevrənin ən uzaq deyir nöqtəsinə qədər məsafə 20-dir. Bu xətt ümumilikdə deyir 20-dir. Amma deyir, ən yaxına qədər məsafə 8-dir. Ən yaxına qədəri deyir 8-dir. Amma ümumi 20-dir. Sizcə ümumi 20-dirsə, bura qədəri 8-dirsə, bura nə qalır? 12. Baba, bura qalır 12. Burada 2 dənə radius deyilmi? 2 dənə radius
12-dirsə, radiusun biri neçədir? 6. Diqqətli olun. Sadə sualdır uşaqlar. 20 santimetrdir. Çöldə qalan hissəsi 8-dirsə, içəri 12 qalır. 12-ni də 2 dənə radiusa böləndə 6. 11-ci sual. 11-ci sualı bilmək üçün 3 bucağı 30, 60, 90 qaydasını bilmək lazımdır. Çünki mərkəzdən vətərə endirilmiş perpendikulyar vətəri yarı bölürmü? Deyir, AB vətəri 6-dır. 6-nı yarı bölürmü? 3, 3. Bu qırmızıladığım yerlərin radiusu olduğunu görürsünüzmü? Bərabər yanlı üçbucaqda, bax o uşaqlar o üçbucağı burada yekə şəkildə çəkirəm. Bərabər yanlı üçbucaqda biz bilirik ki, hündürlük həm də nədir, həm də nədir? Həm mediandır, həm də tən böləndir. Yəni, baxın, 120 dərəcəlik o bucağını onda tən bölür. Neçə? 60, 60. Bildiniz? İndi 90, 60, bura 30-dur mu? Bizdən deyir ki, AB vətərinə qədər olan məsafəni tapın. Yəni, bax, bu x-i. Məsafə həmişə hündürlükdür. Bilirsinizmi? Məsafə hündürlükdür. O hündürlüyü bizdən istəyir. Onda gəlin 30, 60, 90 qaydasını yazaq da. Baxın, 30, 60, 90. Ona görə 30, 60, 90 qaydasını yazaq. 30 dərəcəli bucaq ən kiçikdir deyə qarşısındakı tərəf ən kiçikdir. 60 dərəcəli bucaq biraz böyükdür deyə kök 3 dəfə böyükdür. 90 dərəcəli bucaq ən böyükdür deyə 2 dəfə böyükdür. Anladınızmı? Eynən C-rini tapanda 60-ı verib 30 dərəcəni tapanda kök 3-ə bölürəm. 90-ı verib 30 dərəcəni tapanda 2-yə bölürəm. Yəni qaydanı bilin. İndi gəlin yazaq 30, 60, 90. Görək indi bizdən nə istəyir? Bizdən baxın görün 60-ın qabağındakını verib ki 3 santimetrdir. Nəyin qabağını görək bizdən istəyir? 30-un qabağındakını istəyir. Onda 30-un qarşısındakını gəlin tapaq da. Tapanda nə edirəm? Kök 3-ə bölürəm. Bura baxın görün. 60-ın qabağındakını verib 30-un qarşısındakını istəyəndə kök 3-ə bölürəm. 3-ü kök 3-ə böləcəm. Biz də bilirik ki, məxrəcdə kök saxlamaq olmaz. Məxrəci də kök 3-ə vururam, sürəti də kök 3-ə vururam. Kök 3-ü kök 3-ə vuranda 3 eləyir. 3-dən 3 gedir, cavab neçə olur? Kök 3. Yəni, demək ki, AB-yə qədər məsafə, yəni həmin hündürlük kök 3 imiş. 13-cü sual. Elə buradan baxaq. Deyir, çevrənin mərkəzindən AB-yə qədər məsafə, yəni 90 dərəcəlik xət. Deyir, 6-dır, amma AC-yə qədər olan məsafə də 8-dir. Deyir ki, çevrənin radiusunu tapın. Uşaqlar, bu mərkəz nöqtədir. Gəlin göylə göstərim. Mərkəzdən kənara qədər olan məsafə, bunu tapın. Yəni, o anı deyir, tapın. Bir dəqiqə, 8-in qarşısı da 8 deyil. Burada 8-dir də. Paralel xəttlərdir. 8-in qarşısı da 8-dir. İndi bunu burada 13-ü baxın düz burada köçürürəm. 8-i bura köçürdük. 6 da buradır. Onda 90 dərəcəlik də bura 90 dərəcədir. Hə, Pifaqorluyun da 36 ilə 64 neçə eləyir? 100. O da nəyin kvadratıdır? 10-un. Yəni radius neçə imiş? 10 imiş. Bildinizmi? Sadəcə paralel köçürməliydiniz və bura 10 yazmalıydınız. Cavab oldu 10. Çevrənin radiusu 10 cm. Sonra 17-ci sual. Hə. Diqqətli olun uşaqlar. Başqa şey soruşuyor sizdən. Deyir ki, AMB qövsünün uzunluğu 6 pi-dir. BNC qövsünün uzunluğu 2 pi-dir. Çevrənin radiusunu istəyir. Hə. Bizə bu ikisinin uzunluğunu verib. Biz bir dənə düşünək gəlin. Çevrənin uzunluğu 2 pi-dirmi? Bütöv uzunluq 2 pi-dir. Amma hazırda şəkildə onun nəyini görürəm? Yarısını. Baxın uşaqlar, A-dan C-yə qədər qövsün nə idi? Yarısı. Ona görə çevrənin uzunluğu 2 pi-dir, amma mən onun yarısını görürəm deyə yarısı yazıram. Şəkildə nə verilib? 6 pi ilə 2 pi. Yazıram 6 pi üstə gəl 2 pi. Anladınızmı? 2-lər gedir. Qalır pi vur radius. Bərabərdir 8 dənə pi. Pilər də gedir. Radius neçəymiş? 8 santimetr. Bu qədər sadə. Yəni, baxmalısınız ki, uşaqlar, qövs görəndə çaşmayın. Qövs çevrənin bir hissəsidir. Burada da çevrənin yarısı olduğu üçün çevrəni 2-yə bölürəm. Məsələn, 4də 1 olsaydı çevrəni 4-ə bölərdim. 2 pi-ləri 4-ə bölərdim. 7də 1 olsaydı 2 pi-ləri 7-yə bölərdim. Aydındırmı? Qövs sadəcə hissədir. Mən də ona görə dairənin uzunluğunun, yəni çevrənin uzunluğunun hissəsini tapdım. Sonra baxaq 19-a. Radiusu 25 olan çevrəni 19-a baxıram. Mərkəz nöqtə qoymalıyam.
diametri bizə şey olaraq deyir, uşaqlar, yəni deyir, buna nəzərən götürün, ona görə 40-40 çəkirəm. Deyir, diametrindən bir tərəfdə 40 və 30 santimetrlik 2 dənə paralel vətər çəkilib. Uşaqlar, deyir, yəni biri yuxarıda, biri aşağıda yox. İkisi də yuxarıda və ya ikisi də aşağıda. İkisi də yuxarıda, uşaqlar, deyir, biri 40, biri 30 olan 2 dənə paralel vətər çəkilib. Sizcə hansı 40-da, hansı 30? Qarpızın mərkəz hissəsi daha böyükdür və ya yer kürəsinin mərkəzi daha böyükdür. Yəni mərkəzə yaxın olan daha böyükdür, 40-dır. Uzaq olan daha kiçikdir, 30-dur. Amma biz hesablama aparacağıq deyə uşaqlar, gəlin bunun hərəsini ayrı-ayrı dairənin üstündə çəkək. Vətərin birini 40 götürək. Mərkəzdən, baxın, 40 götürək. Mərkəzdən vətərə endirilmiş perpendikulyar 40-ı necə böləcək? 20, 20. Radiusu da görün neçə verib orada? 25. Radiusu necə çəkirdim? Maili. Maili xətt çəkib o maili xəttdə də nə deyirəm? 25. Onda məsafəni tapmağa nə var ki? Bizdə uşaqlar arasındakı məsafəni istəyir. Pifaqorlayacam. Baxın, yazıram. X-in kvadratı üstə gəl 20-nin kvadratı bərabərdir 25-in kvadratına. Hansı yolla istəyirsiniz pifaqorlayın? 25-in kvadratından 20-nin kvadratını çıxanda uşaqlar, A kvadrat çıx B kvadrat düsturu necədir? Bir dəfə çıxıram, bir dəfə toplayıram. 25-dən 20-ni bir dəfə çıxacam, eləyəcək 5. Bir dəfə də 25-dən 20-ni toplayacam, eləyəcək 45. X-in kvadratı 5 vur 5, 25, 225-dir. Nəyin kvadratı 225-dir? 15-in. Bu məsafəni tapdıqca uşaqlar 15. İndi ikinci vətəri tapıram. Mərkəzdən vətərə qədər uşaqlar ayırdıqca daha rahat görünsün. Baxın, ayırdıqca rahat görünsün. Yenə mərkəzdən vətərə endirilmiş perpendikulyar 30-u necə böləcək? 15, 15. Radiusumuz yenə 25-dir və maili çəkilir. Məsafəni tapanda yenə x, yenə pifaqorlayıram. Yazıram, x-in kvadratı üstə gəl 15-in kvadratı bərabərdir 25-in kvadratı. X-in kvadratını tapanda 25-in kvadratından 15-in kvadratını çıxıram. Bir dəfə A-dan B-ni çıxıram 10, bir dəfə də A ilə B-ni toplayıram 40. Nəyin kvadratı 400-dür? 20-nin. Bu dəfə də məsafəni tapıram 20. İndi bizə deyir ki, bu ikisinin arasındakı məsafəni tap. Uşaqlar, qırmızı ilə göstərəcəm, baxın. 40 santimetrliyə qədər məsafə x var. Birincini neçə tapdım? Baxın, baxın, 15. Buradan bura qədər məsafə 15-dir. Qırmızı ilə göstərdim. Amma o birisi, yəni 30-a qədər məsafə, onu da qara ilə göstərəcəm. 30-a qədər məsafə də, baxın, neçə tapmışıq? 20-dir. Uşaqlar, ümumi məsafə 20-dir, aşağısı 15-dir. Onda ortada qalan məsafə nə olacaq? Ümumi 20-dir, aşağısı 15-dirsə, ortada qalır 5 cm. Anladınızmı? Yəni, buranı neçə tapdım? 5 cm. Bizdən də onu istəyir də. 2 dənə vətərin arasında qalan hissə, baxın, arada qalan hissə neçə oldu? 5. Ümumi 20-dir, aşağı 15-dirsə, ortada 5 qalır. A variantı. 21 çox maraqlı sualdır. 21-i başa düşəndən sonra 20 çox-çox sadə gəlir. Məğzi 21-dir. Baxın görək. Uşaqlar, B-də deyir 6 kök 2-dir. Kvadratın, uşaqlar, diaqonalını verib, gözləyin. Tam başa vermək istəyirəm. Kvadratın diaqonalını verib. Kvadratın diaqonalı nə demişəm? Gözləyin, donatılsın. Kvadratın diaqonalı tərəfdən kök 2 dəfə böyükdür. Baxın, diaqonal bu tərəfdir. Kvadratın diaqonalı fərqi yoxdur. Diaqonalı sağa çəkirsiniz, sola çəkirsiniz. Kvadratın diaqonalı həmişə nədir? Tərəfdən kök 2 dəfə böyükdür. İndi bizə kvadratın BD-ni verib 6 kök 2. Yəni diaqonal 6 kök 2-dir. Onda A kök 2 6 kök 2-dirsə A neçədir? Yəni kvadratın tərəfi neçəymiş? 6-ymış. Uşaqlar, bu kvadratın tərəfini tapdım 6. Diaqonal uşaqlar, bir diaqonal. Sizcə kvadratın bu diaqonalı 6 kök 2-dirsə, o birisi də 6 kök 2 deyil. Yəni ikisi də eynidir. Onda bu da 6 kök 2-dir. Şərtdə verib ki, diaqonal 6 kök 2-dir. İndi şəklə uzaqdan baxın. Bu çevrənin nə idi? Radiusu. Çevrənin radiusunu, 21 uşaqlar, baxın. Çevrənin radiusunu verib 6 kök 2. Burada da buranı verib 6, yuxarı hissəni soruşur, BY-ni soruşur. BY-yə də x deyin. Yazıram.
buranı verib 6, buranı da x deyir. Onda yazacağım ki x üstə gəl 6 radiusdur da, hə uşaqlar. Radiusunda o birisi neçədir? 6 kök 2. Uşaqlar çevrənin bütün radiusları bir-birinə bərabərdir. Bax, bütün xəttlər hamısı radiusdur. Yəni bunlar bir-birinə bərabər olmalıdır. X üstə gəl 6, 6 kök 2-yə bərabər olmalıdır. X-i tapanda nə olur? 6 kök 2 çıx 6. Bu qədər sadə. Yəni məğzi anlayandan sonra çox sadə gəlir. Məsələn, 20 də bu qaydadadır. 5 kök 2 çıx 5. Bildiniz? B-yi 5 kök 2 çıx 5-dirsə, uşaqlar, deməli, diagonal bura 5 kök 2 olub ki, bu tərəfi 5-i çıxmışam, hə? 5 kök 2-dən 5-i çıxmışam, qalıb 5 kök 2 çıx 5. Belə, yəni çox sadə imiş. Radiusumuz yəni neçəymiş? 5 kök 2 imiş. Sizdən də burada çevrənin uzunluğunu istəyir. Çevrənin uzunluğu nədir? 2πr. Yəni 2π vurulsun 5 kök 2. 2 vur 5, 10 kök 2 pi. Yəni sadədir. Diqqətli olun. Özünüz bir dənə yazın. Yəni iki tərəfdə radiusdur da. Sudur bax. Sadəcə radiusun biri kvadratın diagonalından üst-üstə düşür. Mən də bu ikisini bir-birinə bərabər edirəm. Sonra 29. Deyir, radiusları 15 və 17 olan 2 dənə çevrə xaricdən toxunur. Birinci balaca deyirsə, balacanı çəkməliyəm. 15 cm-lik çevrə, bir dənə də deyir 17 cm-lik çevrə xaricdən bir-birlərinə toxunurlar. Deyir, bu toxunma nöqtəsinə bax uşaqlar, çevrənin mərkəzlərini birləşdirən parçaya paraleldir. Bu parçaya paralel bir dənə də kiçik çevrənin A nöqtəsindən xətt keçir. Gəlin, böyük çevrənin həqiqətən böyük olduğunu böyük göstərək. Belə göstərək. Deyir, kiçik çevrənin A nöqtəsindən bir dənə buna paralel bir dənə xətt keçir ki, böyük çevrəni B və C nöqtələrində kəsir. Baxın, B ilə C-də kəsəm deyir, bir dənə xətt keçir. Aha, B A ilə C-nin ortasındadır, A B-ni tapın deyir, radiuslarda 15 ilə 17 verir. Mərkəzdən kənara qədər olan məsafə radiusdur. Və radius toxunana nədir? Perpendikulyardır. Bir nöqtədə toxunursa toxunandır. Radius toxunana perpendikulyardır. Və radiusu 15 verib, onda radiusu bu da 15-dir. İkinci çevrənin radiusu 17-dir. Bizdən AB-ni istəyir. Bir dəqiqə, baxan kimi görünür ki, bunu nəyə tamamlamaq olar? Sonra belə bir fiqur verib. Niyə bu xətti çəkib düz bucaqlı trapesiya yaratmırsınız? Anladınız mı? Radius 17-dirsə, burada 17-dir. Biz həmişə trapesiyada nə indirirdik? Hündürlük. Başaqlar. 15-dir. Bura 15 ilə 17-dir. Mən də nə indirəm? Burada 17-dir. Hündürlüyü indirirəm. Bura 15-dirsə, burada 15-dirmi? Paralel köçürürəm. Burada 15-dir. Qarşı-qarşı tərəflər. Uşaqlar, bu ümumi 17-dir da. Bu başqa, yəni 15 ilə 17-nin silin, fikriniz qarışmasın. Yuxarı baxın, istəyirsiniz yuxarıdan elə özünü də göstərin. Hə, 15 ilə 17-ni Pifaqorluyuram. Buradan x-i üstə gəl. X-in kvadratı bərabərdir 17-nin kvadratına. Buna əzbər bilməzsiniz. 289-dan 225-ə çıxanda 64 qalır. Nəyin kvadratı 64-dür? 8-in. Yəni buranı tapıram ki, 8. Qırmızı ilə yazacağım, baxın görəsiniz. Bu hissəni indicə hesabladıq ki, neçədir? 8-dir. Radius 17 idi. Bax, bura qədər 17 idi. 17-nin burası 8-dirsə, 17-dən 8-i çıxın, qaldı 9. Bura qaldı 9. Sarı ilə göstərəcəm. 15 ilə 9, məndən də x istəyir də. X onda nədir? 15 ilə 9-un cəmidir. Baxın, bura 15 ilə 9 deyil. Onda x 15 ilə 9-un cəmidir, yəni 24 cm-dir. Çünki uşaqlar, bu çevrənin radiusu 15 idi. Bu hissəni də tapdıq ki, 9-dur. Deməli, AB hissəsi neçə santimetrdir? 24 santimetrdir. Diqqətli olun. 31. Ümumiyyət işləyirsinizsə bir misal. Orada radius yaza bilərsiniz. Nə bilim, 2R ilə nə isə qeyd edə bilərsiniz. X, Y, Z ilə ifadə edib özünüzü çaşdırmayın. Birinci dairənin radiuslarına nə yazacağım? R1. İkinci dairənin radiuslarına nə yazacağım? R2. Üçüncü dairənin radiuslarına R3. Bu qədər. Deyir, AB məsafəsi A-dan B-yə qədər məsafəni ölçsək. Nədir görün? 2R1, 2R2, 2R3. Yazıram. 2L1, 2L2,
2R3 neçə santimetrdir? 12 santimetr. Bəs deyir çevrələrin uzunluğu. Birinci çevrənin uzunluq düsturu 2πr1 deyil. İkinci çevrənin uzunluq düsturu 2πr2 deyil. Üçüncü çevrənin uzunluq düsturu 2πr3 deyil. Deyir bu cəmi tap. Pi-ni çıxarsam, bax hamısında pi görürəm. Çıxarsam nə qalır? 2R1, 2R2, 2R3. Baxın görüm sizə verib də 2R1, 2R2, 2R3 sizə nə verib? 12 santimetr. Bunun yerinə nə yazasınız? 12 santimetr. Yazıram pi vur 12. Cavab oldu neçə? 12 pi. Yəni cavabımız bu qədər sadədir. 12 pidir. Bu qədər uğurlar. Sadə bölməyi uşaqlar. 13 dənə baxın düsturları yenə göstərim. 12 dənə düsturu bilsəydiniz birinci bölmə rahatdır. Uğurlar.